Bakı şəhərində Konstitusiya və Suverenlik ili və 18 iyun İnsan Hüquqları gününə həsr olunmuş qanunun aliliyinin gücləndirilməsi, Ombudsmanların və İnsan Hüquqları institutlarının rolu mövzusunda Ombudsmanların beynəlxalq simpoziumu öz fəaliyyətinə başlayıb. Tədbirə 15-ə dək ölkədən ombudsmanlar, rəsmi şəxslər, deputatlar, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri qatılıblar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Bakıda Konstitusiya və Suverenlik ili və 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları gününə həsr olunmuş qanunun aliliyinin gücləndirilməsi, Ombudsmanların və Milli İnsan Hüquqları institutlarının rolu mövzusunda Ombudsmanların beynəlxalq simpoziumu keçirilib. News 24 xəbər verir ki, simpoziumda 15-ə dək ölkədən Ombudsman və Milli İnsan Hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər. Əvvəlcə Ədliyyə Naziri Fərid Əhmədov Prezident İlham Əliyevin simpozium iştirakçılarına müraciətini səsləndirib. Sonra ölkəmizlə bağlı videosart nümayiş olunub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva simpoziumun iştirakçılarına ünvanladığı müraciətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Ombudsman qanunun aliliyinin gücləndirilməsi kimi qlobal əhəmiyyətli mövzu üzrə təşkil olunan bu tədbirin insan hüquqlarının müdafiəsi məsələsinin müzakirəsi və gələcək perspektivləri dəyərləndirilməsi baxımından faydalı olacağını əminliyini ifadə edib. Bugünkü beynəlxalq simpoziumumuz qanunun aliliyinin gücləndirilməsi mövzusuna həsr olunub. Simpoziumun yekunlarına aid bəyannamənin qəbul olunması nəzərdə tutulubdur. Azerbaycan Ombudsmanlığı'nın yapmış olduğu bu faaliyet, bu etkinlik tam zamanlaması itibariyle hem de içeriği, muhtevası itibariyle oldukça anlamlı ve önemli bir etkinlik.